Salam dostlar, kanalıma hoş geldiniz, hoş gördük. Mən ikinci növbə sizə bir mövzu danışdım, bir izləyicinin xahişi ilə bu mövzuya müraciət etmişdim. Bugün də sizə bir mövzu danışıram, bu dəfə də bir mövzu danışıram. Mənim bir dostum var, Akif, Samuxlu Akif. O hər dəfə, o həmişə mənə yazır WhatsAppda. Ondan sonra, çünki o adam uzun illərdir onu tanıyıram. Mən işləyəndə həmişə yanıma gəldi. İndi mən işləyəm, evdə oturmuşum, o evə də yanıma gəlir. Çox sadə bir insandır. O məndən bir sual verdi ki, bir dənə payız-qış çayı deyilən ki, biz payız-qış fəslində onu içək və xəstələnməyək. Əgər xəstələnmişsə də onu soğudəmimiz çıxsın. İndi mən Akifin xahişini yerə sala bilmərəm. Çünki Akif mənim dostumdur. İllərdir ki, mənimlə salamləşi var. İndi mən Akifin xahişinə bir mağalı çay deyəcəm. Sadə bir çaydır. Demək ki, bu hamının əl çatan bir vasitədir. Hər kəs bunu dəmləyə biləcək. Yəni, çətin tapılan komponentlər deyil. Yəni, buraya döşə, kəryotu, bir də mandarin qabağı. İndi Allah ki, mandarin boldur. O da ucuzdur, çox da baha deyil. Yəni, mandarin alın, yuyun qabağını da çay istifadə edin. Döşə aplikdə var, kəryotu aplikdə var və hər yerdə demək olar ki, qəşəng kəryotu istəyirsinizsə, gedin ləpə satan dükanlara. Bax, orada qəşəng kəryotu satılır. Mən özümdə orada alıram. Demək ki, kəryotu bir də mandarin qabağı. Bu çox gözəl bir çaydır. Soğuk dəyməyə qarşı çox gözəl təsir edir. Çox əla. Həm tərlədicidir, həm hərarətli salır. Ondan sonra demək ki, bərhəm gətiricidir. Yəni, bu çaydan istifadə edirək. Kimin xroniki öskəri varsa, bərhəm öskəri varsa, bundan istifadə edə bilərsiniz. Demək ki, bu çox, bütün demək ki, iltihaba qarşı təsir edir. İnfeksiyalardan qaldırır. Yəni ki, düzdür, mən payız çayını, bir neçə dəfə payız çayı mən demişəm. Elə bu yaxında bir video apardım, orada heyvan etdik. İndi hər dəfə mən eyni şeyi təkrarlamıram deyə, müxtəlif çaylara sizə deyirəm ki, hazırda demək olar ki, payız sözüdən düzdür ya, bu illərin payız o qədər öz gücünü göstərmir, amma ki, bizi qabağında qış gözləyir. Ola bilsin, qışda daha sərt hava olacaq və demək ki, belə çaylardan istifadə etmək lazım gələcək. Ona görə də bu çayı siz saxlayın özünüzdə, yəni yaddaşda saxlayın ki, bu çay da var və bu çaydan istifadə edə bilərsiniz. Yəni, adi çay əvəzinə, bax, belə bir çaydan istifadə edin. Ümumiyyətlə, mən sizə deyim ki, mandarini yiyirsiniz, qabığını atmayın. Onu qurudun və saxlayın, o lazımdır. Həm onu şirata da istifadə edilmək olar, həm də belə çayda istifadə edilmək olar. Həm də mandarin qabığı, yəni əgər onu qurudub içərsinizsə, bu ishalın qarşısını alacaq. Bu dediyim çay, cökək, kəryotu, bir də mandarin qabığı. Çox əvəz olmaz, gözəl bir tərkibdir. İnfeksiyalara qarşı, soğuk dəyməyə qarşı zökəmdir, kəskin respirator xəstəliyidir. Ona qarşı çox gözəl, əvəzsiz bir təsir göstərəcək. Bax, bunu dəmləyin, payız-qış fəslində bunu dəmləyin və işdən gələrkən, məsələn, işdən gələrkən, indi hələ ki, hava istidir də, bir də hava soğuk olacaq. Bunu evdə hazırlayın, qoyun ki, işdən gələn, dərsdən gələn hər kəs bundan bir fincan içsin və bütün yorğunluğunu çıxarır. Həm də bu cökə əsəbləri sakitləşdirir, həm də stresin qarşısını alır. Bax, belə bir gözəl çay, yəni, ikinci belə bir gözəl çay, bunu səs istəməyəcək ki, bunu mən sizə dedim. Çox gözəl bir tərkibdir. Düz deyabalca bir tərkibdir. Yəni, 3 dənə sadə bir şeydir. Bu da hər yerdə tapılan bir şeydir. Bunu alıb eləyin və özünüzü xəstəlikdən qoruyun. Yəni, qarşıdan bizi soğuk günlər gözləyir hələ. Ona görə də bunu yadınızda saxlayın ki, belə bir çay var və siz bundan istifadə edin. Bugün də bu qədər çox danışıb vaxtınızı almaq istəmirəm. Mən sizə çox faydalı bir çay resepti verdim və Allah köməyiniz olsun. Dəmin isə sağlam olun. Bugün də bu qədər, gəlin görüşlərə qədər. İnşallah ki, gəlin nəfərlərdə də maraqlı bir mövzudan sizinlə görüşəcəyəm. Yəni deyirəm ki, kim kanala abunə deyil, kanala abunə olun, bəyinlə paylaşın ki, daha çox adam faydalansın maraqlı məlumatlardan. Gəlin görüşlərə qədər.